Bəli, bəli, əlbəttə. Yəni biz rəsmi Copartdan avtomobilləri idxal edirik, çünki profillər də özümüzə məxsusdur. Və bununla əlavə olaraq biz təhvil verdiyimiz avtomobillər. Baxın, mən idxal şirkətləri bəzən dostlar, yoldaşlar da var. İndi onlarla əməkdaşlıq eləyirik və yaxud söhbətləşirik. Deyirəm ki, yəni paylaşdığım maşınları gətirirsiniz də, niyə gömrük terminalında videolar çəkmirsiniz, bunu doğrudan təhvil verirsiniz, aldınız. Yəni 5 şəkillə ora qoymaqla görünmür axı. Bu məsələn biz alış prosesini çəkirik. Biz daxili bazarda məsələn mən Amerikanın satıcılarla danışıb avtomobili əldə eləyirəm. Bunlar hamısı platforma üzərində, Manheim platforması üzərində olur. Mərhələ-mərhələ ardıcıllığı deyirik. Aldıq maşını gətirdik Amerika limanından, yəni Georgia, New York, Kaliforniya, Los Angeles və s. Ondan sonra maşın konteynerə yükləndi. Konteynerə yükləmə videosunu göndəririk ki, baxın bu avtomobiliniz artıq bu VIN kodlu avtomobil konteyneردədir. Ondan sonra çatır Poti limanına. Orada da bizim terminalda əməkdaşlarımız var. Avtomobillər açılarkən hamısının təqdimatları olunur. Yəni bu şəkildə bunları paylaşa həqiqətən insanlarda etibar yaratmağa çalışırıq ki, biz yəni doğrudan bu avtomobilləri gətiririk və əsas məsələ də bütün ödənişlərin rəsmi üsuluna olunmalıdır. Rəsmi invoice-la, bank vasitəsilə, VIN kod üzrə, lot nömrəsi üzrə, marka model üzrə həqiqətən mən bu avtomobilə pulu ödəyirəm. Əsas məsələ budur.